Salam, gəlin bir anlıq düşünək. Planetimizi kainatdakı o saysız hesabsız cansız qayalardan fərqləndirən əslində nədir? Bax, bugün biz məhz bu sualın cavabına başvuracağıq. Yerin canlı nəfəsi olan biosferaya və onun bir-birinə bağlı möhtəşəm hekayəsinə. Bu sual ilk baxışdan çox sadə görünə bilər, amma əslində bütün varlığımızın təməlidir. Milyardlarla ulduzun, qaz nəhənglərinin və buzlu səhraların arasında bizim bu kiçik mavi nöqtəmizi bu qədər unikal, bu qədər xüsusi edən sir nə ola bilər? Cavab əslində gözümüzün qarşısındadır. Bəli, budur, həyat. Cəmi bircə söz, amma bütün bir dünyanı dəyişdirən, onu kosmik bir boşluqdan canlı, nəfəs alan bir vahəyə çevirən o möhtəşəm qüvvə və elm dünyası da bu canlı təbəqəyə xüsusi bir ad verib. Biz ona biosfer deyirik. Amma bunu sadəcə yerin üzərindəki nazik bir örtük kimi düşünməyin. Əsla. Bu, planetimizin qayaları, suları və havası ilə daim rəqs edən, nəfəs alan, dəyişən, dinamik, canlı bir orqanizmin özüdür. Bax, bugün bizim araşdıracağımız əsas məsələlərdə elə bunlardır. Bu iki fundamental sual bizi planetimizin canlı və cansız komponentləri arasındakı o inanılmaz harmoniyanı, o möhtəşəm rəqsi anlamağa daha da yaxınlaşdıracaq. Yaxşı, hazırsınızsa gəlin başlayaq. Budur bizim yol xəritəmiz. Həyatın yerin dərin qatlarından tutmuş, atmosferin ən yüksək səviyyələrinə qədər hər şeylə necə bir-birinə hörülmüş olduğunu birlikdə kəşf edək. Elə isə ilk dayanacağımız litosferdir. Yəni, həyatın ayağımızın altındakı daşla, torpaqla olan o inanılmaz əlaqəsi. Gəlin görək, həyat planetin sərt qabığını necə dəyişdirir? Baxın, bu əslində həyatın özünü təmin edən möhtəşəm bir dövriyyəsidir. Bitki böyümək üçün torpaqdan ehtiyacı olan hər şeyi alır. Amma həyat dövrü bitəndə o götürdüyü borcu sanki artıqlamasıyla geri qaytarır. Torpağı daha da zənginləşdirir və özündən sonra gələcək yeni nəsillər üçün daha münbit bir şərait yaradır. Və bu prosesin elmi adı üzvə aşınmadır. Amma əslində bu, həyatın səbirli gücüdür. Bir anlıq təsəvvür edin, kiçicik bir bitki kökü və ya bir şibyə zamanla ən sərt, ən möhkəm qayaları belə necə ovub parçalaya bilir. Həyat səbirlə, inadla planeti özünü uyğun şəkildə formalaşdırır. Və ən maraqlısı da budur ki, həyat sadəcə planetin bir qonağı deyil, əsl memarıdır. Kiçik bir turşu ifrazatından tutmuş, böyüyən köklərin fiziki gücünə qədər, həyat dayanmadan planetin səthini sökür, dəyişdirir və yenidən qurur. Yaxşı, indi gəlin ayağımızın altından başımızı qaldırıb yuxarı baxaq atmosferə. Görək həyat nəfəs aldığımız havanı necə yaradır və tənzimləyir. Yəqin ki, məktəbdən hamımızın yadındadır fotosintez və tənəffüs. Amma gəlin bir anlıq bunu unudub, bütün planet miqyasında düşünək. Bu sadəcə bir ağacla bir heyvan arasındakı mübadilə deyil. Bu bütün planetin nəhəng bir nəfəs alıb vermə sistemidir. Bax bu, atmosferimizin mühərrikinin necə işlədiyini göstərir. Sanki möcüzəvi bir kimya laboratoriyasıdır. Bitkilər bizim nəfəslə verdiyimiz karbon qazını alır və əvəzində bizim nəfəs almağımız üçün lazım olan oksigeni bizə geri verir. Bu mükəmməl simmetriyanı görürsünüzmü? Bu, sadəcə bir mübadilə deyil, bu planetar miqyasda bir nəfəsdir. Həyat nəfəs aldığımız havanı həm yaradır, həm də onu daima təmizləyir. Bütün planetin atmosferi, bax bu incə tarazlıq üzərində qurulub. Daşdan və havadan sonra gəldik həyatın əsasına, suya. İndi isə üçüncü təbəqəyə, hidrosferə keçirik. Bildiyimiz bütün canlılar üçün suyun nə qədər əvəzsiz olduğunu yəqin ki deməyə ehtiyac yoxdur. Bəli, həyatın özü elə sudur. Orqanizmimizin əksəriyyəti sudan ibarətdir. Amma əlaqə bununla bitmir. Məsələn, okeanlardakı kiçik canlılar sudan kalsiumu götürərək özlərinə zirixlər, skeletlər qururlar. Milyonlarla il sonra isə bu canlıların qalıqları dəniz dibində toplanaraq yeni qayalara, hətta yeni qitələrə çevrilir. Deməli, həyat suyu istifadə edərək həm də geologiya yaradır. Yaxşı, bura qədər həyatın cansız dünyanı rəqsini gördük. Bəs canlılar öz aralarında necə yola gedir? İndi isə gəlin biraz da həyatın öz daxilindəki o mürəkkəb əlaqələr şəbəkəsinə baxaq. Biosferdə hər şey, amma hər şey günəşdən gələn enerji ilə başlayır. Bitkilər, yəni istehsalçılar bu enerjini tutub qidaya çevirir. Heyvanlar, yəni istehlakçılar isə yaşamaq üçün bu qidadan asılıdır. Bax bu, həyat zəncirinin ən birinci və ən vacib həlqəsidir.
Və fərqi yoxdur. İstər nəhəng bir ağac olsun, istər balaca bir qarışqa. Biosferdəki bütün canlıları birləşdirən məhz budur. Hamısı eyni fundamental ehtiyacları bölüşür. Su, qida, enerji və yaşamaq üçün əlverişli bir mühit. Bu ehtiyaclar bütün həyat şəbəkəsini bir-birinə möhkəm bağlayır. Deməli, bütün bunlardan çıxan əsas nəticə nədir? Həyat sadəcə planetdəki bir sərnişin deyil. O, litosferi, atmosferi və hidrosferi daima dəyişdirən dinamik, fəal bir iştirakçıdır. Planetin özünü formalaşdıran bir memardır. Və bu da bizi son, amma bəlkə də ən vacib suala gətirib çıxarır. Bu qədər mükəmməl, bu qədər incə tarazlıqla bir-birinə bağlı bir sistemdə, domino daşları kimi, bircə həlqənin qırılması bütün quruluşu necə silkələyə bilər? Bu incə tarazlıq əslində nə qədər möhkəmdir? Bəlkə də bu sualın cavabı gələcəyimizin açarıdır.